Salam, hər birinizi xoş gördük bizim sevimli, zövq-sevər izləyicilərimiz. Siz İncilər proqramına baxırsınız və sözsüz ki, bu həftənin ən inci xəbərlərini mən Samiranın təqdimatında eşidəcəksiniz. Beləliklə biz başlayırıq, amma öncədən diqqətli olun, bizim dəyərli sponsorlarımızın təqdimatı gəlir. Hər zamanki kimi bizimlə bərabər olan Xətai Estetik Klinikası yenə də sağlamlığı, gözəlliyi bir araya gətirəcək. Digər sponsorlarımız Emland brendidir. Emland moda və artıq xeyli vaxtdır ki, tanınır və çox sevilir. Və nəhayət növbəti sponsorumuz Aura Şadlıq Sarayıdır. Ən doğru ünvanda demək olar ki, həyatınızın ən önəmli günlərini Auraya etibar edə bilərsiniz. İncilər başlayır. Verilişin informasiya dəstəkləri Press News Az və Strategiya Az saytıdır. İki ürəyin qovuşaraq xoşbəxtlik limanına yetişdiyi o möhtəşəm anları siz də izləyin. Sen necə də gözəlləşdin Aura, tayın bərabərin yoxdur Aura. Sen Bakıda bir dənəsən Aura, toy edənlər səni bilir Aura. Sen necə də gözəlləşdin Aura, tayın bərabərin yoxdur Aura. Sen Bakıda bir dənəsən Aura, toy edənlər səni bilir Aura. Emland, Made in Azerbaycan. Özünə daim qulluq etməyi sevən xanımlarımız, gəlin bir qədər də saçlarımızın sağlamlığından danışaq. Çünki saçların sağlamlığını qorumaq lazımdır ki, onların da gözəlliyi bizə daim qulluq göstərsin. Art Deco saç məhsullarından istifadə edin, gözəlliyi özünüzdə görəcəksiniz. Saçlarında tez-tez dəyişiklik etməyi sevən xanımlar hər zaman keyfiyyətli saç məhsullarının axtarışında olurlar. Bu keyfiyyəti isə yalnız Art Deco məhsullarında tapmağa nail olurlar. Məhz Art Deco məhsulları ilə imic dəyişikliyi edən xanımlar saçlarından çox razı qalırlar. Bugün isə Art Deco məhsullarının vasitəsilə iki xanımın saçında əsrarəngiz dəyişiklik olacaq. Gördüyünüz qısa saç xanımın saçları zədələn saç olsa da, Art Deco saç məhsulları onun da çarəsinə baxır. Art Deco'nun amyaksız saç açıcı vasitəsi saçın dibinə çəkilir. Amyaksız olduğu üçün saç dibinə heç bir ziyanı yoxdur. 5 dəqiqə saxlanıldıqdan sonra Art Deco'nun Magical Color şampunu ilə yuyulur və qurudulur. Saça xüsusi rəng vermək üçün Art Deco'nun amyaksız saç boyası saça çəkilir. Saç boyası çəkilən anda həm də qeyri-adi görüntü üçün saça kölgələr də atıldı. 30 dəqiqə saxlanılır, yuyulub qurudulur. Və buyurun, gözəl nəticəni siz də seyr edin. Art Deco'nun yaratdığı gözəlliyi siz də izləyin. Hətta ulduzlarımızın da Art Deco'ya müraciət etməsi onun keyfiyyətli bir məhsul olduğundan xəbər verir. Xalq artisti, gözəl və baxımlı xanım Mələkə Əsədovanın da saçında Art Deco'nun amyaksız saç boyası ilə edilən dəyişiklik sizin də zövqünüzü oxşayacaq. Art Deco'ya müraciət eləsələr peşman olmayacaqlar. Bax, mən bu şampundan istifadə edirəm. Art Deco saç şampunu. Yanmaqdan qoruyur saçı, tökülməkdən qoruyur, fendən qoruyur və bunu üstündən vurursan keratindir. Üstündən də bu maskası var. Maskanı vurub 15 dəqiqə saxlayırsan. Sonra yuyandan sonra saç çox təravətli olur. Yağı var, yağ da vurursan parıltı, işıltı verir. Art Deco'nun boyalarından da istifadə edin, şampunlarından da, maskalarından da, düzləşdirmə vasitələrindən də xeyrini görəcəksiniz. Yağları da var, çox gözəldir. Çünki təmiz İtalyan brendidir. Bir sözlə, gözəl saçların sirri Art Deco'dadır.
Arteko, gözəl saçların sirri. Sevimli izləyicilərimiz, indi isə gəlin pərdələrin seçimini edək, çünki interyeri, dizaynı tamamlayan məhz pərdələrdir. Xanımlar da bu məşğuliyyəti çox sevir. Prestij pərdə tül salonuna yollanırıq. Xüsusi dizaynla yaşayış və iş məkanının tərtibatında dəbli pərdələr mühüm rol oynayır. Keyfiyyəti ilə fərqlənən xüsusi parçalar vardır ki, onlar mənzilə məxsusi zövq bəxş edir və əhval-ruhiyyə yaradır. Müxtəlif aksesuar və parçalardan hazırlanan pərdələrin ahəngi mənzilə tamamlanan və düşünülən görkəm verir. Evlərinin, ofislərinin dizaynında dəyişiklik etmək istəyənlər ekrana yaxın əyləşsinlər. Çünki sizə prestij pərdə tül məkanını təqdim edirik. Sizi ən eksklüziv pərdələrin yer aldığı bir məkandan, prestij pərdədən salamlayırıq. Təbii ki, şəhərimizin ən eksklüziv pərdələri yalnız və yalnız prestij pərdədə toplanıb. Bugün də sizə eksklüziv bir pərdə haqqında məlumat vermək istəyərdim. Gördüyünüz pərdə təmiz ipəkdir. İpəyin üzərinə naxışlı işləmələrləndir. Pərdəmiz Home Sweet Home markasına aiddir. Təmiz İtalyan brendidir. Onu da qeyd edək ki, pərdəmiz yalnız və yalnız müştərilərin sifarişi ilə hazırlanır. Bax, gördüyünüz bu naxışlar pərdənin üzərinə sırf əl işləmələri ilə toxunubdur və tamaşaçıların nəzərinə çatdıraq ki, bu naxışların hər rəngini pərdə ilə bərabər sifariş edə bilərsiniz. İtaliya, Türkiyə, İspaniyadan gətirilən parçalarla Türkiyədən dəvət olunan professional modellər tərəfindən hazırlanan, hər zövqə uyğun, istənilən üslubda pərdələr, onları tamamlayan müxtəlif çeşiddə müasir tələblərə uyğun Swarovski qaşlarla bəzədilən aksesuarlar sizin də evinizi bəzəsin. Çəhrayı və qəhvəyi tonların ahəng təşkil etdiyi bu möhtəşəm pərdə prestij pərdəyə aiddir. Təbii ki, prestij pərdədə ən eksklüziv pərdələr var və onlardan birini də sizə göstərmək istəyirik. Pərdənin üzərindəki naxışlar həm çəhrayı, qəhvəyi, eyni zamanda qızılı tonlarla bəzədilmişdir. Onunla nəzərinizə çatdıraq ki, pərdənin parçası vilyor parçadandır. Nəzərə alsaq ki, qarşıdan soyuq qış gəlir. Pərdəmiz evinizi isti saxlamaqla yanaşı möhtəşəm bir gözəllik bəxş edəcək. Eyni zamanda pərdənin çox gözəl aksesuarı da var. Aksesuar isə qaşlarla bəzədilmişdir. Bu da pərdəyə xüsusi bir gözəllik verir. Əmin olun ki, buradan seçəcəyiniz zebra və jalüzlər, həmçinin taxta jalüzlər, lazerdə kəsilən storlar, Almaniya istehsalı olan pudlə idarə olunan pərdələr məkana göz oxşayan dizayn bəxş edəcək. Həmçinin prestij pərdə tül mərkəzi ofis, otel və restoranlar üçün pərdə sifarişini qəbul edir. Sifariş olunandan sonra 10 gün ərzində pərdələr ta evinizə qədər çatdırılır. Nəzərinizə çatdıraq ki, evinizə çatdırılma, quraşdırılma və dizayn xidmətləri pulsuzdur. Bundan başqa istənilən şəkil və təsvirin pərdə üzərində həkk olunması mümkündür. Əziz xanımlar, hər açılan sabahınızı prestij pərdələri ilə paylaşın. Sağlamlığı, gözəlliyi bir araya gətirən bir klinika var. Artıq neçə illərdir ki, şəhərimizdə fəaliyyət göstərir və öz peşəkar, yaradıcı həkim heyəti ilə neçə insanları gözəlliyə, sağlamlığa qovuşdurub. Bu klinika Xətai klinikasıdır. Sağlamlığımızın dəyərini yalnız onu itirdikdən sonra bilirik. Şupik adına Kiyev Tibb Akademiyasının məzunu ümumi cərrah Məhəmməd Əfəndiyev bir çoxlarının rastlaşdığı öd kisəsi problemlərindən danışdı. Əhali arasında geniş yayılmış xəstəliklərdən biri öd daşı və öd yollarına digər olan problemlərdir. Öd daşı xəstəliyinə ən üstünlüyü təşkil edən qadınlar çox təşkil edirlər və onların içərisində də çəkisi həddindən artıq yüksək olan var. Xəstələrin əsasən müayinəsində elə bir çətinlik yoxdur. Geniş yayılmış instrumental müayinələrdən ultrasəs müayinəsini qeyd eləmək olar. Ultrasəs müayinəsi vasitəsilə adətən öd kisəsində öd daşının olmağını və öd axarlarında öd daşının olmağını adətən 80-90% hallarda müəyyən etmək olur. Əgər böyük bir problemli öd kisəsi olursa, kompüter tomoqrafiyadan da istifadə etmək olar. Əgər xəstədə bəzi hallarda gəlirlər, xəstə öd daşında xəstəlik, öd daşı var anamnezində, plus xəstənin rəngi saralmışdır. Bu halda daha dəqiq müayinələrə nəzər yetirmək lazımdır və buna adətən müayən olunur ki, xəstənin ümumi öd axarında da daş vardır. Bu cür xəstələrə tövsiyə olunur ki, vaxtında əgər öd daşı xəstəliyi varsa,
həkim nəzarətində qalsın. Əgər saralma və digər temperatur və ağrıların həddinin artıq kəskinləşməsi olarsa, təcili olaraq cərrahə müraciət etsinlər. Cərrahi müayinəsindən sonra xəstədə adətən tam müayinəyə keçəndən sonra əgər xəstədə öd daşı müəyyən edilibsə, belə deyək, bu 100% cərrahi əməliyyatı göstərişdir. Amma xəstəliyin vəziyyətinin asılı olaraq bu təcili ola bilər və yaxud planlı şəkildə ola bilər. Əgər xəstədə temperaturun həddindən artıq yüksək olması, xəstədə sarılığın kəskin artması və digər kəskin əlamətlər varsa və ultrasəs müayinəsində təyin olunubsa, xəstədə artıq xolangit və digər problemlər varsa, xəstə təcili surətdə əməliyyat olunmalıdır. Əgər xəstə anamnezini qeyd edirsə, öd daşı var, bu planlı şəkildə əməliyyat etmək olar. Və xəstə klinikamıza qəbul olunur. Xəstəni qəbul etdikdən sonra tam müayinə keçirilir. Öd daşının, öd yollarından əlavə xəstənin belə deyək, ürək nahiyəsi, ağciyər nahiyələri, bütün hamısı demək tam müayinə olunduqdan sonra anestezoloqun, kardioloqun və terapevtin baxışından sonra xəstə əməliyyata tam hazırlanılır planlı şəkildə və müvafiq olaraq əməliyyata götürülür. Əməliyyat da 2 yolla icra etmək olar. Əvvəl tanıdığımız açıq yol ilə və müasir metod kimi qəbul etdiyimiz laparoskopik metod ilə. Laparoskopik metodun üstünlüyü ondan ibarətdir ki, 3-4 dəlik vasitəsilə qarın ön nahiyəsində öd kisəsini daş ilə birlikdə tam çıxartmaq olar və həddindən artıq az travma yetirilir xəstəyə. Bəzi hallarda, 5% hallarda qeyd etmək olar ki, əgər öd yollarında böyük bir anomaliya varsa, böyük problemlər varsa, açıq yolla əməliyyatı başa çatdırmaq olar. Buna görə də əhalidən xahiş olunur ki, əgər sizdə öd daşı xəstəliyi varsa, əgər problemlər varsa, klinikamıza müraciət edə bilərsiniz. Tam şəkildə yüksək səviyyədə qulluq etməklə sizin xəstəliyinizi Allahın köməliyi ilə müalicə edə bilərik. Xətai klinikasında lazer üsulu ilə ağrısız sünnət də həyata keçirilir. Hal-hazırda bu əməliyyata 30% endirim elan olunub. Evinizin dizaynı, interyeri sizin zövqünüzdən xəbər verir. Odur ki, evinizdə müəyyən bir dəyişikliklər etmək istəsəniz, mebellərin seçimini etmək istəsəniz, İberba mebel salonuna yollanın. Mebel evin interyerində ən önəmli məqamdır. Keyfiyyət, rahatlıq və gözəl dizaynı bir arada sizə təqdim edən İberba mebel dünyası yolunuzu gözləyir. Türkiyə istehsalı olan İtaliya dizaynlı bu mebellər hər bir evin interyerinə özəllik gətirəcək. Avangard, modern, klassik üslubda olan istər yumşaq, istər yataq, istərsə də mətbəx, uşaq və yaxud ofis mebelləri məkana gözəllik gətirəcək. Sizi isə rahatlığa qovuşduracaq. İberba mebel salonundan avangard üslubda olan gözəl bir qonaq dəstini təqdim edəcəm. Qonaq dəstinə daxildir stol, komod güzgü və qorka. İstehsal Türkiyə istehsalıdır. Materialı taxta və üzərindəki qaplama isə təmiz fıstıq ağacının üz qabığıdır. Komodun alt hissəsini göstərmək istəyərdim. Bax, yan hissəsində hər iki tərəfdən açılan bu şəkildə rəflər vardır. Qorkanın gördüyünüz kimi bir hissəsi şüşədən ibarətdir, bir hissəsi isə qapalı şəkildə taxtadan ibarətdir. Və qonaq dəstimizi tamamlayan stolu göstərmək istəyərdim. Masamız açılan masadır. Yığılı halda 6, açıq halda isə 8, hətta 10 stul yerləşdirmək olar. Stullar təmiz ağacdandır. Bak neler ettik yine kendi kendimize biz çok severken çok yazık ettik. Yataq dəstinə daxildir böyük ölçüdə dolab, taxt və firmo. Asılqan, silmələr, asılqan və rəflərdən ibarətdir. Taxtın baş hissəsi tünd rəngdə parçadan verilmişdir və təbii ki, orta hissədə isə güzgü dekor verilmişdir ki, bu da dəstə xüsusi gözəllik verir. Hər iki tərəfdə tumbalar vardır. Tumbaların üzərində vakuum sistemi ilə çalışan silmələr vardır və yataq dəstimizi tamamlayan firmonu göstərmək istəyərdim. Firmo güzgü və atlıqdan ibarətdir. Firmonun aşağı hissəsində gördüyünüz kimi vakuum sistemi ilə çalışan 3 ədəd dərin silmələr vardır. Gördüyünüz bu yumuşaq dəsti modern üslubda olan bir yumuşaq dəstidir və gördüyünüz kimi böyük ölçüdə olan bir yumuşaq dəstidir. Əziz müştərilərimiz, hələ də çətinlik çəkirsinizsə, qonaq otağınız böyükdürsə və böyük ölçüdə yumuşaq dəsti tapa bilmirsinizsə, mütləq yolunuzu İberba mebel salonundan salın. Parça İtalyan parçasıdır, Cavallo parçasıdır, antibakteriyaldır. Çirk, ləkə, hətta suyu belə canına çəkmir. Yumuşaq dəstinin baş hissələrini göstərmək istəyərdim. Bax, bu hissələri mexanizmlə təsis olunmuşdur ki, siz istədiyiniz zaman bu şəkildə
və yaxud bu şəkildə dəyişdirə bilərsiniz. Yan hissəsində flashkart üçün olan yer, radio sistemi və iPhone telefon funksiyası vardır və yumşaq dəstin yan hissədə isə bu şəkildə açılan kiçik jurnallı masa verilmişdir. Yüksək keyfiyyət, münasib qiymət, rahatlıq və keyfiyyət. Bunların hər biri İbirba Mebel salonunda. Ünvanımız Babək prospekti 33. Sevdan benimle. Evinizi zövqlə işıqlandırmaq istəyirsiniz, o zaman İncilər sizə Lighting House çılçıraqlar məkanını məsləhət verir. Çünki orada çox böyük bir çeşiddə olan zövqlü, son dövrə uyğun olan çılçıraqlar görəcəksiniz. Əgər evinizin interyeri gözlərinizdə yorğunluq hissi yaradıbsa, deməli mənzilinizdə dəyişiklik etmək məqamıdır. Lighting House sizin yardımçınız ola bilər. Bu məkanda siz keyfiyyətli və uzun ömürlü, modern, klassik və avangard üslubu tərənnüm edən çox fərqli, inanılmaz gözəlliyə malik işıqlandırma sistemlərini əldə edə bilərsiniz. Fərqliyə və təmtərağa üstünlük verən Lighting House sizə insanın ruhən rahatlığını təmin edən və interyeri parlaqlıq bəxş edən çılçıraq modellərini təqdim edir. Buyurub baxın. İtaliya, İspaniya, Çexiya, Almaniya istehsalı olan çılçıraqlar evinizin bənzərsiz gözəlliyini təmin edəcək. Dəyərli Misir kristalları bu çılçıraqların təkrar olunmazlığını layiqli vurğulayır. İstər mətbəx, yataq, qonaq, istərsə də uşaq otağı üçün nəzərdə tutulan bu çılçıraqların keyfiyyətinə tam zəmanət verilir. Səmanızı biz işıqlandıraq devizini əldə rəhbər tutaraq fəaliyyət göstərən Lighting House-da həmçinin eksklüziv spot, tarşer, çöl işıqları, divar və stolüstü lampa modelləri tapacaqsınız. Lighting House-da çatdırılma və quraşdırılma pulsuzdur. Həmçinin burada fəaliyyət göstərən peşəkar dizaynerlər seçim etməkdə sizə yardımcı olacaqlar. Lighting House, qoy səmanızı biz işıqlandıraq. İki ürəyin qovuşaraq xoşbəxtlik limanına yetişdiyi o möhtəşəm anları siz də izləyin. Söz verdiyimiz kimi həftənin ən inci xəbərlərini sizə çatdırırıq və indi daha yeni bir salon haqqında məlumat verəcək. SMN Studio gözəllik məkanında nələr baş verir görəcəksiniz. Xanımların bir istəyi var, məkandan və zamandan asılı olmayaraq ecazkar görünmək. Bunun üçün seçəcəyiniz gözəllik məkanı çox önəmlidir. Yeni istifadəyə verilən SN Studio xanımların seçimlərində yanıltmayacaq. Məkan yeni olsa da, stilistlər illərdir dəb aləminə meydan oxuyan tanınan simalardır. Odur ki, ekrana biraz da yaxın olun. Çünki indi siz tanınan stilistlərin son model, dəbli əl işləri ilə tanış olacaqsınız. Watch out for this.
haqqında söhbət açacağımız şəxs xanımların yaxşı tanıdığı stilist Sədidir. Sədinin illərdir saç düzümü və yığımlarında göstərdiyi bacarıqlar bütün xanımlara məlumdur. O həm toy günlərinizdə, həm də adi günlərdə saçlarınızda istəyinizə və üz quruluşunuza görə fərqli avangard saç düzümləri həyata keçirəcək. Kreativ, son dəbin ən yeni saç düzümləri yalnız stilist Sədidədir. Toya hazırlaşan gənc xanımlar, toy gününüzdə möhtəşəm görünmək üçün stilist Sədiyə müraciət etsəz yanılmayacaqsınız. Qüsursuz makyaj dedikdə isə insanın ağlına ilk vizajist Ceyhunə xanım gəlir. Rənglərin ahəngliyi yalnız onun etdiyi makyajda özünü göstərir. Təbiiliyi qorumaqla müasir makyajın sirləri Ceyhunə xanımda. Toy gününüzdə qlamur gəlinlik obrazını sizə yalnız stilist vizajist Ceyhunə xanım nümayiş etdirəcək. Ziyafət gecəsində isə onun etdiyi vizajla cazibədar görünəcəksiniz. Dünyamızı gözəlləşdirən dəyərli varlıqlar olan qadınların cazibədar görünməsi üçün Essence Studio'nun gözəllik işığında parlayacaqsınız. Xanımlar, tarix boyu açılmayan, sir hesab olunan qadın gözəlliyini Essence Studio kəşf etdi. Odur ki, siz də bu şəhanə məkana buyurun ki, xanımlığınızla fəxr edəsiniz. Övladlarınızı daim şən, xoşbəxt görmək istəyirsinizsə, onların gününü maraqlı keçirin. Free Baby yollanın, orada uşaqlar hər zaman əylənirlər. Elə bax bu yaxınlarda Qurban Bayramı ilə əlaqədar uşaqlar üçün orada çox gözəl bir şənlik keçirildi. Körpələr həyatda bizə yaşama stimulu verən yeganə varlıqlardır. Onların xoşbəxt və sağlam böyüməsi valideynlər üçün çox vacibdir. Buna görə də yüksək səviyyəli, modern üslubda dizayn olunan, müasir standartlara cavab verən, gigiyenik tələblərə uyğun Free Baby uşaq bağçasını seçsəz, sizin də körpəniz sağlam şəraitdə böyüyəcək. Düşdüm çölüm dösünə, dost gəzirəm özümə. Müəllimlərin sevgi dolu göstərdikləri qayğı onların əhval-ruhiyyəsinə xüsusi təsir edəcək. Free Baby uşaq bağçasında bayram günlərində balacalar üçün çox maraqlı şənliklər də həyata keçirilir. Gözümə düşdüm çölün düzümə, dost gəzirəm özümə. Dost gəl hardasan, tez gəl hardasan, tık 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 tık. Dost gəl hardasan, tez gəl hardasan, tık 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 tık. Bu dəfə isə Free Baby uşaq bağçasında Qurban Bayramı münasibəti ilə uşaqların diqqətini cəlb edəcək bayram tədbiri təşkil olundu. Şənliyə dəvət olunan sehirbaz körpələrin diqqətini çəkməklə yanaşı onları çox əyləndirdi. Uşaqlar sehirbazı çox maraqla qarşıladılar. Bir sözlə, əsl əyləncə yaşayan uşaqların sevincinin həddi-hüdudu yox idi. Free Baby-nin təşkil etdiyi bu tədbir balacaların yaddaşında hələ çox qalacaq. Gözələm mən tık 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 tık. Sürme çektim gözüme, düştüm çölün
doucement, parce que c'est rêve. Desem tık 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 tık. Free Baby xoşbəxt gələcəyə doğru. Fərqli bir gözəllik görmək istəyirsinizsə, İncilər proqramı sizə Princess gözəlliyi məkanını məsləhət görür. Qadınlar hər zaman elə bir məkan axtarışındadır ki, az zaman sərf etməklə gözəlləşə və ideal fiziki quruluşa qovuşa bilsinlər. Əziz xanımlar, elə isə cazibədarlığınız üçün bütün imkanların yaradıldığı Princess Studiya buyurun. İlk obraz saç ustası Cəmaliyə məxsusdur. Vizajı isə öz fantaziyası ilə seçilməyi bacaran Günələrsiyə gətirdi. Прости за то, что говорю, но слов любви не повторю. Три непринятых звонка, и они уже не от меня. Ищи себе другую, я тебя уже давно не ревную и не помню всех твоих фраз. Огонек в душе моей погас, в этом омуте не потону. И будто бы жизнь идет ко Daha bir qeyri-adilik isə saç ustası Pərvanədən gəlir. Stilist vizajist Bekka isə bu dəfədə nə qədər bacarıqlı olduğunu isbatlaya bildi. We don't have to worry about nothing, 'cause we got the fire, and we burning one hell of a something. They're gonna see us from outer space, light it up. Zövqü və bacarığı hər kəsə bəlli olan illərin stilist vizajisti Şahnaz xanım isə bu nərmənazik xanımı daha fərqli bir gəlinlik obrazında gördü. Stilist vizajist Bekka isə incə ştrixlərlə vizajı bu obraza uyğunlaşdırdı. Stilist vizajist Şahnaz xanımın və Bekka'nın ərsəyə gətirdiyi daha bir obraz. Buyurub baxın. So you fly away. When will you come again? So I can watch you play. In the pouring rain. Salonun daha bir professionalı isə manikür pedikür ustası Lalə xanımdır. Onun zövqlü əl işlərini sizə nümayiş etdiririk. Bu möhtəşəm məkanda həmçinin fitness, pilates, masaj, moda evi, kosmetologiya, Salyari, Candela şirkətinin Gentle Lace Pro Alexandrit aparatı vasitəsilə endirimli epilyasiya sizə təqdim olunur. Princess Studio, şəhzadələrə layiq gözəllik. Qardirobu təzələmək vaxtı gəlib çatıb, elə isə Bakı Ticarət Mərkəzinə yollanaq. Xoş gördük. Shopping etməyi çox sevirəm və buna görə də alış-veriş etməkdən doymuram. Keyfiyyətli və zövqlü geyimlərin ünvanı da Bakı Ticarət Mərkəzi olduğu üçün mənim yolum yenidən Bakı Ticarət Mərkəzindən düşdü. Əziz tamaşaçılar, mən elə fikirləşirdim ki, mən bura tək gəlmişəm, amma mən burada Gülyanağı görürəm və deyəsən Gülyazdır. Birlikdə gəliblər. Ən yaxşısı ilə üzlərinə yaxınlaşmaqdır. Bu zonadakı Bakı Ticarət Mərkəzində olmuşdum. Bu tərəfdə işlərimiz var idi. Elə keçərkən dedim ki, bunu bir filialında olub, gəl düşək bir burada baxaq. Həm qiymətləri çox sərfəlidir, həm keyfiyyəti, həm hər şey, çeşid çoxdur. Diqqətimi çəkdi. Soruşuram xanımlardan, deyir, bəs hicablı xanımlar daha çox alırlar. Belə. Amma əslində hicablı xanımlar da, hicab giyməyənlər də belə gözəl paltarları ala bilərlər. Bakı Ticarət Mərkəzinin özəlliyi ondan ibarətdir ki, burada gördüyünüz bütün mallar birbaşa Türkiyədən gəlir. Çox qəşəng, baxın.
həm çox hündür deyil, çox rahatdır. Dərisi də qəşəngdir. Sənət yoldaşlarımıza, sənətdə oxuyan bütün gözəl xanımlarımıza da məsləhət görürük ki, gəlsinlər Bakı Ticarət Mərkəzinə belə gözəl səhnə geyimlərinə, gözəl ayaqqabılardan istifadə eləsinlər, alsınlar. Koftalar var, orta yaşlı xanımlar üçün belə deyək, birazca da dolu, kilolu. Bizim gözəl xanımlar üçün qəşəng hədiyyəli qablar var. Qarşıdan gəlir, neçə bayramlarımız gəlir. Qadınlar bayramı, müxtəlif bayramlar, istər-istəməz ad günləri, kimsə kiməsə hədiyyə almaq istəyir da. Çətinlik çəkirlər ki, mən nə alım, amma gör, gəlirsən belə qabları alırsan və həm o xanımın ürəyi təzələnir, zövqü təzələnir, həm də sən şad olursan ki, gözəl bir hədiyyə elədin. Bakı Ticarət Mərkəzinin əməkdaşı olaraq alıcılarımızın nəzərinə çatdırmaq istəyirəm ki, hər bir alış-veriş edən alıcıya bizim Bakı Ticarətin bonus kartları təqdim olunur. Demək olar ki, bizdə hədiyyələr yerindəcə alıcılara təqdim olunub və gördüyünüz bu bonuslar yığılan xallar sayəsində hədiyyələr veriləcək. Başqa kartlardan fərqli olaraq burada yığılan xallar heç vaxt silinmir, müddətsizdir. Təşəkkür eləyirik. Biz Bakı Ticarət Mərkəzi. Hər bir şey gözəldir. Biz alış-verişimizi elədik. Siz də gəlin, üz tutun Bakı Ticarət Mərkəzinə. Həm gözəldir, həm sərfəli qiymətədir. 100 dəfə danışmaqdansa bir dəfə gəlib görmək yaxşıdır. Əziz xanımlarımız, gəlin gözəllikdən bir qədər ətraflı danışaq, gözəlliyi birlikdə seyr edək. Bu da studiyaya gözəllik məkanına yollanaq. Qadın gözəlliyi hələ kəşf olunmayan sir dolu dünyadır. Təbiətin bəxş etdiyi bu ecazkarlığı ön plana çıxaran stilistlər isə bu gözəlliyin bir növ yenidən yaradıcılarıdır. Əlbəttə ki, burada professionallıq məqamı mühümdür. Qadın gözəlliyinə peşəkar və düzgün yanaşma, bütün tələblərə cavab verən Buta Studiyada. Bu möhtəşəm məkanda professional stilistlər tərəfindən müasir saç düzümləri və vizajlar, keratin və muncuqla saç qaynağı, hər növ hörüklər, hicabların bağlanması, şilak, dırnaq qaynağı, keratinlə saç düzləşdirilməsi kimi gözəllik xidmətləri sizə təklif olunur. I'm taking it slow, feeding my flame. Shoveling the cards of your game, and just in time, in the right place, suddenly
Milano'nun kosmetologiya kabinetində fotoepilyasiya, adi və permanent tatuaj, botoks, üz və dodaq dolğuları, peeling, təravətləndirici və cavanlaşdırıcı maskalar, termoyorğan, saç və üz mezoları kimi prosedurlar sizi gözləyir. Supersonic, hypnotic, funky, fresh. With my body so melodic, this beat rolls right through my chest. Everybody, Martin, Poppy came to party. Grab somebody, work your body. Let me see you 1, 2, step. Rock it, don't stop it. Everybody get on the floor. Əziz xanımlar, bu tan axışının ecazkar gözəlliyi sizi də öz sehrinə salsın. İki ürəyin qovuşaraq xoşbəxtlik limanına yetişdiyi o möhtəşəm anları siz də izləyin. Qış mövsümündə qarderobumuzda dəyişiklik etdiyimiz zaman ilk öncə xəzlərin seçimini etməyi düşünürük. Bəli, indi sizə məhz şınşıla xəz aləminə yollamağı məsləhət veririk. Xanımların hər zaman vaz keçə bilməyəcəyi bir çox geyim nümunələri vardı ki, bunlardan ən vacibi xəzdir. Xəzlər də mövsümə və dəbə görə dəyişilir. Xanımların fərqli zövqünü nəzərə alaraq yüksək səviyyədə xəz seçimi edə biləcəyiniz bir məkan haqqında söhbət açacağıq. Bura möhtəşəm şınşılla xəz məkanıdır. Burada hər yaşa, hər zövqə uyğun, hər rəngdə xəzlər tapa bilərlər. 2014-2015-ci ilin ən eksklüziv xəz modelləri yalnız şınşıllada. Elegant və avangardlığın vəhdət təşkil etdiyi bu məkanda hər növdə xəz gödəkçə, manto, jilet, həm uzun, həm qısa model xəzlər əldə edə biləcəksiniz. VIP bölümdə isə xanımlar ən eksklüziv modelləri görəcəklər. Bura üst tutan zaman sizi şoka salacaq məqam isə xəzlərin qiyməti olacaq. Çünki Şınşılladakı sərfəli qiymətlər heç bir xəz məkanında yoxdur. 55%dək endirim təklif edilən bu məkandan həm də 24 aya qədər kreditlə də gözəl xəzlərə sahiblənəcəksiniz. Kübar və zövqlü xanımlar, bura sizin məkanınızdır. Nəzərinizə onu da çatdıraq ki, burada xəz alan xanımlara əlcək, çanta kimi aksesuarlar da hədiyyə olunur. İçəri daxil olarkən seçim bolluğu sizi heyran edəcək. Time after time I've tried to walk away. But it's not that easy. 2014-cü ilin orijinal xəz kolleksiyası yalnız Şınşıllada. Hər hansısa ziyafətə gedərkən hər kəsin diqqətini cəlb etmək istəyirsinizsə, o zaman yolunuzu Şınşılladan salın. Şınşılla zövqlü xanımların ünvanı. Əziz valideynlərimiz, indi isə müraciətimiz məhz sizə olacaq. Həm sizin üçün, həm də sizin balacalarınız üçün çox gözəl bir məkan haqqında məlumat verəcəyik. Happy Life. Burada siz həm idman edə bilərsiniz, həm də uşaqlarınız çox gözəl bir gün keçirə bilərlər. Au-dessus des vieux volcans, glisse des ailes sous le tapis du vent. Voyage, voyage.
Əziz xanımlar, bu süjetimizdə sizi məhz elə bir məkanla tanış etmək istəyirik ki, burada siz həm ideal fiziki quruluşa sahiblənəcək, eyni zamanda bu müddət ərzində övladlarınızın da zamanı səmərəli keçəcək. Bunun üçün bütün imkanların yaradıldığı Happy Life sizi sağlam və xoşbəxt həyata dəvət edir. Düzgün qamətə sahiblənmək, artıq çəkilərdən qurtularaq ideal bədən quruluşuna malik olmaq, gəncliyinizi qorumaq, stres və yorğunluqdan azad olmaq istəyirsinizsə, diqqətiniz bizdə olsun. Happy Life-da Azərbaycanda ilk dəfə olaraq fəza yoqası yalnız sizin üçün. Moskvada beynəlxalq fəza yoqası üzrə xüsusi kurs keçən Zülfiyə xanım bu sahədə Bakıda yeganə məşqçidir. Əziz xanımlar, bugün mən sizə yeni bir idman növündən danışmaq istəyirəm. Fəza yoqası nədir? Bu bizdə yeni idman növüdür və idman qamaqlarında icra olunur. Fəza yoqasının faydası nə olacaq? Qamaqlarda hərəkət etmək onurğa sütunun bütün problemlərini aradan qaldırır. Skoliozun yaranmasının qarşısını alır. Tüm bədəni yorğunluqdan və stressdən azad edir. Boyunda və beldə olan gərginliyi aradan qaldırır. Orqanizm cavanlaşır, üzün dərisinin rəngi şəffaflaşır. Hətta ləkələr belə müəyyən zaman keçdikdən sonra ləkələr belə yoxa çıxır. Qamaqlarda fiziki hərəkətlər çəkini sürətli azaldır. Beyin qan dövranı yaxşılaşır, yaddaş güclənir. Yuxusuzluq aradan qalxır. Qamaqlarda edilən hərəkətlər sinir sistemini sakitləşdirir, bədənə yüngüllük və sevinc bəxş edir. Nəticədə siz baş ağrısından, yuxusuzluqdan, bel və əzələ ağrılarından, endokrin sistemi xəstəliklərindən, klimaterik dövrün ağrılarından, vaxtsız qırışlardan və qocalmadan, çəki problemlərindən, daxili orqanların funksiyasının zəifliyindən azad olacaqsınız. Ən əsası fəza yoqasından artıq bir neçə ildir idmanla məşğul olanlar, eyni zamanda idmana yeni başlamaq istəyənlər də faydalana bilər. Məşqlər bizim komandanın yaratdığı ekoloji təmiz və sınaqdan keçmiş kətan qamaqlarda aparılacaq. Artıq 7-ci məşqdən orqanizminizin necə dəyişdiyini hiss edəcəksiniz. Qamətiniz düz olacaq, sinir və əzələ ağrılarından azad olacaqsınız, əhval-ruhiyyəniz yüksək olacaq. Bağlanılan müqaviləyə əsasən bu idman növü ilə bağlı bütün hüquqlar Happy Life-a və bu xanım məşqçiyə məxsusdur. Zalın qurulması, bu idman növünün sirlərinin öyrədilməsi və sertifikatların verilməsi ilə bağlı Happy Life-a müraciət edə bilərsiniz. Əziz xanımlar, sağlam və xoşbəxt həyata doğru bizimlə addımlayın. Sağlamlığı, gözəlliyi bir araya gətirən bir klinika var. Artıq neçə illərdir ki, şəhərimizdə fəaliyyət göstərir və öz peşəkar, yaradıcı həkim heyəti ilə neçə insanları gözəlliyə, sağlamlığa qovuşdurub. Bu klinika Xətai klinikasıdır. Xarici görünüşümüzün qüsursuz və cəlbedici olması həyatımızda uğurlarımızı təmin edir. Ancaq sizdə bu qüsurlarla bağlı komplekslər yaranıbsa, bunu özünüzə dərd etməyin. Sadəcə Xətai estetik klinikasının peşəkar həkim heyətinə müraciət edin. Türkiyədən dəvət olunan dünya şöhrətli həkim, plastik rekonstruktiv estetik cərrah Sami estetik əməliyyatlar barədə söhbət açdı. Yaklaşık bir yıldır burada Hatay Estetik Klinikası'nda çalışıyorum. Burada daha çok yaptığımız ameliyatlar rekonstrüksiyon açısından ya da plastik cerrahi açısından daha çok hangi ameliyatları yapıyoruz? Mesela uşaklarda damak yarığı ya da dudak yarıkları ameliyatlarını yapıyoruz. Daha önce de defalarca birkaç defa anlattım ben. Bu hastalarda en önemli şey dudak yarığı 3 aylıkken yapmak lazım. Damak yarıkları 1 yaşında olduğu zaman yapmak lazım. En önemli şey bu. Bunlar da eğer geç kalırsa onun ameliyatı estetik açısından çok güzel sonuçlar vermiyor. İkincisi ise çocuğun danışması etkiliyor. Yüz germe ameliyatları ya da yüz gençleştirme ameliyatları yapıyoruz. Burun estetik ameliyatları yapıyoruz. Yine benim tavsiyem şu, mutlaka ilk ameliyatlarda yani pulu çok fazla düşünmeden iyi bir yerde ameliyat yaptırmak lazım. Çünkü eğer ilk ameliyatlar güzel olmasa onu düzeltmesi çok daha zor ve daha çetin oluyor. Hiçbir zaman istediğiniz faydayı göremiyorsunuz, istediğiniz sonucu alamıyorsunuz.
Burada da şekilde görürseniz daha önce hasta ameliyat olmuş ama burnu çok da istediği gibi olmamış, güzel de olmamış. Sonuçta ikinci ameliyatlar daha zor oluyor. Kulaktan ya da kaburgadan kıkırdak almamız gerekiyor. Onun için ilk ameliyatınız, burun ameliyatınızı mutlaka güzel bir yerde yapmak lazım. Bunlar dışında ne yapıyoruz? Yüz germe ameliyatı ya da yüz gençleştirme ameliyatları yapıyoruz. Artık biz daha yeni yöntemleri kullanıyoruz. Yüz germe ameliyatları endoskopik yapıyoruz. Hani klasik ameliyattan farkı nedir? Yüzünüz çok fazla şişmiyor, yüzünüz daha çabuk toparlanıyor, yaranız daha küçük oluyor. Kesiler çok daha küçük yapıyoruz. Bunların dışında artık soğuk başladığı için mamoplasti, abdominoplasti ameliyatları, liposuction ameliyatları artık yapmaya başladık. Şu anda hazır kampanyamız olduğu için, havalarda düzeldiği için sizi Hatay Estetik Klinikası'na bekliyoruz. İndi də gözəllik aləminin seyrinə çıxacaq. Az studiyaya yollanırıq hər zamanki kimi Kübar xanımların ən sevimli məkanına. Gözəllik hər bir qadının arzuladığı və daima axtarışında olduğu bir duyğudur. Əziz xanımlar, artıq gözəllik sorağında axtarışlarınız Az studiyada yekunlaşacaq. Dəblə ayaqlaşmaq, cəlbedici gözəllik sahibi olmaq istəyirsinizsə, Az studiyaya buyurun. Mahalleye geldin geleli canım bizde nasıl kaldı ne de fikir bitti o endam eda bir öyle hey yavrum. Hər zaman yaratdığı obrazlarla fərqlənməyi bacaran stilist vizajist Pamen öz yenilikləri ilə sizi təəccübləndirə biləcək əl işini nümayiş etdirdi. Bu dəfə də professional stilist vizajist ərsəyə gətirdiyi qadın obrazında təbiiliyi saxlayaraq yeni bir obraz yaratmağa nail oldu. Studiyada profesional manikür və pedikür də mövcuddur. Daha bir obraz zövqü və bacarığı ilə daima fərqli gözəllik kəşf edən təcrübəli stilist vizajist Günaya aiddir. Onun təqdim etdiyi bu obraz istər saç düzümü, istər makyaj ilə ümumi görünüşə daha bir gözəllik qataraq fərqlilik və ecazkarlığı özündə birləşdirdi. Saçlar arasında olanlar və yaxud imicində dəyişiklik etmək istəyənlər. Professional qaynaq ustası Sevil sizi bu arzunuza çatdıracaq. Mikro qaynaq adlanan bu qaynaq növü öz saçımızdan heç də seçilməyən rəngsiz kapsullarla düzəldilir. Çıxarılması da çox asandır. 15 dəqiqə ərzində xüsusi maye ilə saçlarınızı zədələmədən qaynaq saçlardan ayrılır. Hətta əziz xanımlar, saçlarınızın istənilən rəngdə boyanaraq qaynaq edilməsi də mümkündür. Sevil xanımın bizə nümayiş etdirdiyi növbəti prosedur isə qaynaq olunan saçların keratinlə düzləşdirilməsidir. Bu zaman həm yanan saçlar müalicə olunur, saçlar dolaşmır və ən əsası isə siz ipək kimi hamar, işıldayan saçların sahibi olacaqsınız. Herkes kendi yoluna
Filiz xanım Sevil eyni zamanda mükəmməl şəkildə saç rənglənməsini həyata keçirir. Bu dəfə o bizə daha çox müraciət olunan və dəbdə olan bir proseduru həyata keçirdi. Xanımın saçlarını amra edərək onun imicində tamamilə dəyişiklik etdi. Duydun işte sen her şeyi, kalbi sana atmıyor, suç benim mi? Tabii kim seviyor belli, sana akıl daha yeni mi geldi? Sözlerine koyup attığın o taşlar kafama değil, bak nereme geldi. Payız mövsümü yaxınlaşdıqca dərimizdə olan problemlər baş qaldırmağa başlayır. Bu mənada kosmetologiyada 21-ci əsrin ən uğurlu nailiyyəti sayılan plazma lifting problemli dərinizin həllidir. İstər mimiki, istərsə də yaş ötdükcə özünü biruzə verən qırışlar, məsamələr, üzdə əmələ gələn müxtəlif cür ləkələr bu təbii üsulla aradan qalxır və dərinin fəaliyyəti yaxşılaşır. Avropa təhsilli həkim kosmetoloq Arzu Ələsgərova bu prosedurun nələrə qadir olduğunu əyani şəkildə sizə göstərir. Daha sonra təcrübəli kosmetoloq Arzu xanım təbii gellərlə ağız ətrafı bölgənin və yanağın dolğusunu həyata keçirdi. Bu prosedur həmin nahiyədə olan qırışları aradan qaldırır. Ətrafı və alın qırışların aradan qaldırılmasında botoks əvəzsiz vasitədir. Növbəti proses isə qızıl saplarla üz dartılmasıdır. Arzu xanım həm də saçda plazma həyata keçirir ki, bu da saç dökülməsinin qarşısını alaraq yeni tük çıxmasına şərait yaradır. Tüklərdən əziyyət çəkənlər, Aleksandr və Indiyak lazeri özündə birləşdirən bu aparat epilyasiya üzrə ən son texnologiyadır. İkisi bir arada olduğu üçün tüklərin kökünə daha çox nüfuz edir. Hava və su ilə işlədiyi üçün tamamilə zərərsizdir. Eyni zamanda bu aparat vasitəsilə xanımların gözəlliyinə xələl gətirən ayaqda və qolda olan kapilyaları yox etmək mümkündür. İndi isə A-Studiodan sizə xoş müjdəmiz var. Payız mövsümü ilə əlaqədar olaraq kosmetoloji prosedurlara şok endirimlər sizi gözləyir. Odur ki, bu imkandan siz də yararlanmağa çalışın. A-Studio gözəllik müjdəçisi. Biz indi hal-hazırda toylar ərəfəsindəyik. Həqiqətən də toy günü həyatda bir dəfə yaşanılan bir gündür və çox həyəcanlı bir gündür və hər zaman da biz sizə toy cütlüklərinin o xoşbəxt gününü təqdim edirik. Dualar eder insan, mutlu bir ömür için. Sen varsan her yer huzur, huzurla yanar içim. Yeganə hissdir ki, hətta müdriklər belə hər zaman onun qarşısında baş əyib. İncilər verilişinin eşq hekayəsi rubrikasının növbəti qonaqları Əziz bəy və Qumru xanım da bax bu sevgi yolunda adımlayanlardandır. Binə şükür seni bana verene, yazmasın tek günümü sensiz kadere. Ellerimiz... Nə qədər sevincli və həyəcanlı olduqları ilk baxışdan görünür. Gözlərindən sanki sevgi qılıcımları axan bu cütlüyün nə hisslər keçirdiyi bizə və tamaşaçılara da maraqlıdır. Subaylara arzunuz nədir? Allah Taala hamısını öz sevdiyinə qovuşdursun, öz paralarını tapsınlar, ailə həyatı qursunlar. Necə deyim, bundan da yaxşı şadlıqlara malik olsunlar. Allah bütün subaylara belə bir xoşbəxt gün nəsib eləsin. Həm gənc qızlara, həm gənc oğlanlara, hamısına, bütün subaylara. Toy öz gözəl axarı ilə davam edərkən təbriklərin sayı getdikcə artırdı. Keçirdiyimiz hiss nə ola bilər? Xoşbəxtlik. Evdən çıxanda biraz sevinç göz yaşları da tutdu. Allah xoşbəxt eləsin. Pisliklərdən, pis nəfəslərdən, bədliklərdən uzaq olsunlar. Həmişə Allahın nəzəri üzərlərində olsun. Bax, geyindiyi gəlinlik kimi bəxti ağappaq olsun. Həmişə belə üzləri gülsün. Həmişə belə şən qalsınlar, zarafatçıl qalsınlar. Həmişə də ətraflarında ən az bu qədər sevdikləri insanlar olsun. Ən pis günlərində bu qədər gülsünlər inşallah. Mən də bacımı təbrik edirəm, neçə belə illərə
oğullu qızlı olsun, subaylarsın olsun. Deyilənə görə yalnız valideyn xeyir-duası ilə qurulan ailə xoşbəxtliyə qovuşa bilər. Biz də bunu nəzərə alıb adət-ənənəyə sadiq qaldıq. Xoşbəxt olsunlar tək, oğullu qızlı olsunlar. Bütün cəmi subayları belə toy qismət eləsin, belə öz niyyətlərinə, öz arzularına çatsın. Allah xoşbəxt eləsin. Mən uşaqlarıma nə deyə bilərəm? Allah qoşa versinlər, bir yastıqda qocalsınlar. Gerisi qalanlara, bütün subaylara. Xoşbəxtəm, yəni sevincli günümdür, qardaşımın toyudur. Allah xoşbəxt eləsin, qoşa qarışsınlar. Biz də İncilər kollektivi olaraq bu sevimli cütlüyə ilahidə möhkəmliyi ilə ailə qurmağa hazırlaşanlara örnək olacaq bir ailə həyatı arzu edirik. Melekler nur saçmış aşkın yüzüne. Verilişin informasiya dəstəkləri Press News Az və Strategiya Az saytıdır. Sen necə də gözəlləşdin aura, tayın bərabərin yoxdur aura. Sen Bakıda bir dənəsən aura, toy edənlər səni bilir aura. Sen necə də gözəlləşdin aura, tayın bərabərin yoxdur aura. Sen Bakıda bir dənəsən aura, toy edənlər səni bilir aura. Emiland, Made in Azerbaycan. Bu qədər. Sizinlə sağollaşmaq məqamına gəlib çatmışıq. İncilər bu həftə sizə öz dəyərli məsləhətlərini təqdim etdi. Mən bir daha xatırlatmaq istərdim ki, bizim sponsorlarımız hər zaman bizimlə bərabərdirlər. İlk öncə Xətai Estetik Klinikasını vurğulamaq istərdim. Yəqin ki, sağlamlığın, gözəlliyin qeydinə qalanlar Xətai Estetik Klinikasına müraciət edirlər. Digər sponsorlarımız Emiland Moda Evidir. Emiland bir brend kimi tanınır və hər zaman da ən yeni geyim kolleksiyası İncilər proqramı vasitəsilə sizə təqdim olunur. Və nəhayət Aura Şadlıq Sarayı. Hər zamanki kimi ən doğru ünvandır, ən özəl günlər üçün. Beləliklə sağollaşırıq və istərdim bax bu gözəl məkana görə təşəkkürümü bildirim Happy Life Ana və Uşaq Mərkəzinə.